Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 2 summativ qiymətləndirmə KSG 3, 2-ci sinif, variant A və B suallarını bir yerdə işləyək. Birinci sual. Maral Rəhmanzadə əsərlərini kim həsr edirdi? A. Döyüş qəhrəmanlarına, B. Dəniz neftçilərinə, C. Pambıqçılara. Demişdik ki, Maral Rəhmanzadə əsərlərini neftdaşlarına, dəniz neftçilərinə həsr edirdi. Cavab B variantı olacaq. İkinci sual. Bağda qar əsəri hansı rəssama aiddir? Mikayıl Abdullayev, Tahir Salahov, Asəf Cəfərov. Bağda qar əsəri Asəf Cəfərovun əsəridir. Cəlal Qaryağdı əsərlərini kim həsr edirdi? Döyüş və əmək, pambıqçılara və Xəzər neftçilərinə. Xəzər neftçilərini həsr edən kim olmuşdur? Maral Rəhmanzadə. Pambıqçıları həsr edən Vəcihə Səmədova. Döyüş və əmək Cəlal Qaryağdı. A variantı. Dördüncü sual. Hansı əsər Maral Rəhmanzadənin əsəri deyil? Estakada, Günəş şüaları və Neftdaşlarında qış. Estakada və Günəş şüaları hər ikisi Maral Rəhmanzadənin əsəridir. Ancaq Neftdaşlarında qış Tağıyevin əsəridir. Cavab C variantı. 5-ci sual. Neftdaşlarında qış əsəri kimə məxsusdur? Dedik ki, Neftdaşlarında qış Tağıyevin əsəridir. C variantı. 6-cı sual. Əziz Aslanovun portreti harada ucaldılmışdır? Lənkəranda, Qazaxda və Gədəbəydə. Böyük Vətən müharibəsi qəhrəmanı Əziz Aslanovun portreti Lənkəranda ucaldılmışdır. A variantı. 7-ci sual. Bülbülün heykəlini hansı rəssam yaratmışdır? Cəlal Qaryağdı, Maral Rəhmanzadə, Asəf Cəfərov. Bu üç variantda sadəcə bir dənə heykəltaraş var. O da Cəlal Qaryağdı. A variantı. Deməli, Bülbülün heykəlini Cəlal Qaryağdı yaratdı. 8-ci sual. Yapma sənəti nədən hazırlanır? A. Gildən, B. Misdən, C. Şüşədən. Yapma sənəti gil və plastilindən yaradılmış fəaliyyət növüdür. A variantı. 9-cu sual. Bağda qar əsərində hansı rəngdən istifadə olunmuşdur? Əsas rənglər, isti rənglər və soyuq rənglər. Bağda qar əsərində daha çox soyuq rənglərdən istifadə olunmuşdur. C variantı. 10-cu sual. Karandaş yonqarlarını və üzərini düzərək təsvir yarat. Bu rəsmdir, yəni əl işi qabiliyyət tələb edir. Nümunə olaraq karandaş yonqarlarını və üzərində belə bir təsvir yarada bilərsiniz. İndi isə B variantını bir yerdə işləyək. Birinci sual. Estakada nöqtələrin yerinə məntiqi olaraq hansı əsər uyğun gəlir? Estakada və Günəş şüaları. Maral Rəhmanzadənin əsəridir hər ikisi. Bağda qar Asəf Cəfərovun əsəridir, Neftdaşlarında qış Tağıyevin əsəridir. İkinci sual. Molla Pənah Vaqif. Nöqtələrin yerinə məntiqi olaraq hansı heykəl uyğun gəlir? Nəriman Nərimanov, Nəsimi, Məhəmməd Füzuli. Molla Pənah Vaqif, Mirzə Əkbər Sabir, Nəriman Nərimanov. Bu üç heykəltaraş da Cəlal Qaryağdının heykəlidir. A variantı uyğun gəlir. B. Nəsimini kimi işləmişdi? İbrahim Zeynalovla Tokay Məmmədovla birlikdə. Məhəmməd Füzulini Ömər Eldarov Tokay Məmmədovla birlikdə işləmişdir. Üçüncü sual. Mirzə Əkbər Sabirin heykəlini kim yaratmışdır? A. İbrahim Zeynalov, B. Cəlal Qaryağdı, C. Tokay Məmmədov. Mirzə Əkbər Sabir, Nəriman Nərimanov, Molla Pənah Vaqifin heykəlini Cəlal Qaryağdı yaratmışdır. B variantı. Dördüncü sual. Qış fəslinə aid naturmort çəksəniz hansı rənglərdən istifadə daha doğrudur? A. Qırmızı sarı, B. Narıncı qəhvəyi, C. Bənövşəyi və mavi. Qış fəslində soyuq rənglərdən istifadə etmək daha doğrudur. Qırmızı və sarı isti rənglərdir. Narıncı və qəhvəyi də həmçinin isti rənglərdir. Ancaq bənövşəyi və mavi soyuq rənglərdir. Cavab C variantı. 5-ci sual. Plastilin və cildən hazırlanan fəaliyyət növü nə adlanır? Aplikasiya, kompozisiya və yapma. Cavab C variantı olacaq, yapma. 6-cı sual. Şəkildə verilən əsər hansı rəssama aiddir? Baxın, bu əsər. A. Tağıyev, B. Maral Rəhmanzadə, C. Asəf Cəfərov. Deməli, əsərin adı nədir? Estakada. Maral Rəhmanzadənin əsəri sayılır. Estakada, Günəş şüaları. 7-ci sual. Bağda qar əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Tağıyev, Asəf Cəfərov. Bağda qar əsəri Asəf Cəfərovun əsəridir və soyuq rənglərdə işlənmişdir. 8-ci sual. Uşaqlığı neft qoxulu Xəzərin sahilində keçib və illər sonra gənc rəssam neftçilərlə birlikdə dənizə çıxır. Söhbət hansı rəssamdan gedir? A. Maral Rəhmanzadə, B. Cəlal Qaryağdı, C. Asəf Cəfərov.
Cavab A variantı olacaq. Maral Rəhmanzadə. 9-cu sual. Şəkildə göstərilən əsərin adını qeyd edin. Söhbət bu əsərdən gedir. A. Estakada, B. Günəş şüaları, C. Neft daşlarında qış. Cavab neft daşlarında qış olacaq. Tağı Tağıyevin əsəridir. 10-cu sual. Şam ağacının çəkilmə ardıcıllığını göstər. Nümunə olaraq isə belə bir şəkil yaratsanız daha doğru olar. 2-ci sinif KSG 3 variant A və variant B suallarını birlikdə işlədik. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.